Siz hələ bir bu möhtəşəm səsdən sonra hazırlanan yeməyin dadını biləsiniz. Yaz gəldikdə həyət evində yaşayanların ən gözəl seçimlərindən biri məhz elə sac yeməkləri olmalıdır. Bəli, mən belə düşünürəm. Siz də bu sacı hazırladıqdan sonra mənimlə eyni fikirdə olacaqsınız. Hər zaman mətbəxtində fərqli dadlar dadmaq istəyənlər mütləq şəkildə kanala abunə olun. Evinizdə olan inqridiyentlər ilə məclislərə yaraşacaq fərqli görüntüdə və fərqli dadlı yeməklər hazırlamağa gəlin birlikdə başlayaq. Bu gün mənə yemək hazırlamaq üçün çox sağ olsun, həyat yoldaşım kömək etdi. Hazırlamaq ondan, çəkmək və səsləndirmək də əlbəttə ki məndən. Zövqümüzə uyğun olan tərəvəzləri növbə ilə sacda qızardırıq. Biz bugün bu sacı toyuq ilə hazırlayırıq, amma siz zövqünüzə uyğun olaraq ət ilə də hazırlaya bilərsiniz. Növbəti dəfə sizlər üçün daha fərqli formada, fərqli dadda sac yeməkləri hazırlamaq üçün rəydə fikirlərinizi bildirməyi də unutmayın. Əsasən də istədiyiniz hər hansı başqa bir yemək, görmək istədiyiniz, dadmaq istədiyiniz bir dad varsa, mütləq şəkildə bunu mənimlə bölüşün. Sac yeməklərini daha dadlı hala gətirmək üçün çalışın hər zaman kərə yağından istifadə edəsiniz. Əgər sizin də hazırladığınız zaman əlavə etdiyiniz hər hansı bir əlavə ingredient varsa, mənimlə mütləq şəkildə bunu da bölüşün. Gələn dəfə mütləq sizin dediyiniz üsulla sınayacağam. Bu dadlı və gözəl görüntülü sacı birlikdə hazırlayaq. İngrediyentlərin dəqiq ölçülərini sizlər üçün rəy bölməsində qeyd edəcəm. Keçid edib baxa bilərsiniz.